Salam. Bugün mən sizə Bosch firmasının Ankastre sobası haqqında danışmaq istəyirəm. İlk öncə bildirim ki, Bosch firmasının ümumi adı Robert Bosch adlanır və qısaca olaraq Bosch deyirlər. Robert Bosch, Bosch şirkətinin yaradıcısıdır. İlk dəfə 1886-cı ildə Almaniyanın Stuttgart şəhərində Robert Bosch tərəfindən yaradılmışdır. İlk öncəki istehsal etdiyi avadanlıqlar avtomobil hissələri olmuşdu və bununla daha çox tanınmışdır. Sonralar isə elektronika və məişət avadanlıqları ilə öz fəaliyyətini davam etdirmişdi. İlk dəfə paltaryanları da Robert Bosch tərəfindən istehsal olunmuşdu. 1977-ci ildə isə Bosch sobalar istehsal etməyə başlamışdı. Hal-hazırda sizə danışmaq istədiyim soba Ankastre tipli elektronik sobadır. Ankastre bildiyimiz kimi yığılan deməkdir, yəni ayrılıqda qoyulub istifadə oluna bilməyən sobalardır. Ona görə də bu sobaların arxa hissəsinə əlavə korpus qoyulmamışdır. Yəni bu arxa və yan hissələr hər hansı bir şkafın və yaxud mebelin içinə keçirilməlidir. Ona uyğun olaraq əvvəlcə xarici görünüşündən danışmaq istəyirəm. 59 sm eninə, 59 sm dərinliyə və 57 sm hündürlüyə malikdir. Qeyd edim ki, düzəldiyi, yəni hazırlandığı yerdə bu ölçülərə tam uyğun olmalıdır. Ondan əlavə qoyula bildiyi hissə istiliyə davamlı olmalıdır, 100 dərəcə temperaturda davamlı olan materialdan olmalıdır. Çünki soba işlədikcə arxa korpusu 100 dərəcə temperaturda qıza bilir. Xarici görünüşünə görə ağ rəngin üstünlüyü təşkil etdiyi dizayna malikdir və üzərinə gümüşü rənglərdən əlavə dizayn verilmişdir. Qeyd edim ki, qabaq qapı hissəsi şüşədən ibarətdir, üst hissəsi isə metaldan ibarətdir. Həmin ön qapısı 50 dərəcə, çöl tərəfdən 50 dərəcə istiliyi verir, amma içəri tərəfdən 300 dərəcə istiliyə davamlıdır. İstifadə qaydasına gəldikdə isə tam elektrikdən ibarətdir. Alt və üst tərəflərdən elektriklə işləyir. İki tərəfdən də spiralı var. İdarəetmə panelində iki çevirici funksiya idarə edici düyməsi var. Bunlardan biri peçin işləyə bilməyə funksiyalarıdır. Yəni ki, spiralları seçmək mümkündür, fanı yandırmaq mümkündür və yaxud işığını yandırmaq mümkündür. Digər çevirici düyməsi isə dərəcə seçmək üçündür. Burada minimum 50 dərəcədən maksimum 270 dərəcəyə qədər temperaturu seçə bilərik. Gördüyünüz bu kiçik ekranda isə həm hal-hazırki vaxtı, həm də ki, sobanın bişirmə vaxtını təyin edə bilərik. Digər xırda düymələr isə vaxtı təyin etmək üçün və yaxud uşaq kilidini işə salmaq üçün kömək edə bilir. İç hissəsinə gəldikdə isə tamamilə emaldən ibarətdir, rahat təmizlənə bilir. İçərisində standart ölçülü tavaları, emal materialından olan tavalar, iki cür dərin və dayaz, bir də ızqara pişirmək üçün, ızqara hazırlamaq üçün belə bir padnosu var deyək ki. Gördüyünüz içəridə yan tərəflərdə isə əlavə belə bir yerlər vardır ki, bunlar da rahat çıxarılıb təmizlənə biləndir. Hansı ki, bu tavaların ora rahatlıqla keçə biləcək. Yəni pişirmə vaxtına uyğun olaraq alt və ya üst hissələrə qoymaq mümkündür. Sonra da rahatlıqla yerinə sala bilirik. İçəri tərəfində, arxa tərəfdən gördüyünüz kimi fan yerləşdirilir. Maybe this is Friday night or even the Sunday light. Let the beat to be your guide. Danışdığım bu model HBN 331 WOT modelidir. Gördüyünüz kimi içərisində bir işıqlandırma lampası var. Duxovka soba işə düşdükdə işıqlandırma avtomatik olaraq özü yanır.
İşlənmə qaydasına gəldikdə isə ilk dəfə işə salanda, yəni elektrik xəttinin naqilinə qoşulandan sonra ekranda saatı ayarlamağımız lazım gəlir. Yəni saat qurulmasa soba işə düşmür. Saatı qurmaq üçün sadəcə olaraq saat düyməsinə basıb və hal-hazırki vaxtı təyin etmək lazımdır. Bir neçə saniyədən sonra qurduğumuz saat artıq olduğu kimi qalır. Sonra isə bişirəcəyimiz məhsulun növünə görə seçmə lazımdır. Məsələn, birinci funksiyası alt və üst tərəflərdən ancaq spiralın yanmağı ilə işə düşür. İkinci funksiya isə eyni vaxtda fanın da işə düşməyinə kömək edir. Digər funksiya isə duxovkanın yalnız aşağı tərəfdən spiralının işə düşməyinə kömək edir. Və üst spiralla bir yerdə fanında işləməyinə yardım edən düyməsi var. Bir də ızqara bişirmək üçün, yəni ən çox həmin o göstərdiyim dəmir tavanın üstündə bişirmək üçün funksiyası var. Bu funksiyanı seçəndə digər tərəfdən temperatur seçmə düyməsində 250 dərəcə yaxınlığında 3 mərhələli temperatur seçmə düyməsi var. Bişirdiyimiz məhsula uyğun olaraq 3 dənə temperatur seçmək mümkündür bu ızqaranı bişirdikdə. Digər bu gördüyünüz funksiya isə ön isitmə kimi və yaxud da daha tez isitmək üçün nəzərdə tutulur. Bu funksiyanı seçdikdə mütləq duxovkanın temperatur dərəcəsi 100 dərəcə olmalıdır. 100 dərəcə temperaturda ön isitmə ilə ilk dəfə bişirilməmişdən qabaq duxovkanı işə sala bilərik. Qeyd edim ki, funksiya seçmə düyməsini işə saldıqda bu o demək deyil ki, duxovka artıq işlək vəziyyətdədir. Bundan əlavə biz temperaturu da seçməliyik ki, duxovka tam işə düşsün. Yəni funksiya düyməsi ilə bir yerdə duxovkanın temperaturunu da seçmək mümkündür. Gördüyünüz kimi temperatur seçmə düyməsinin yanında bir lampası var və həmin lampanın işığı yandıqda artıq duxovka işlək vəziyyətdədir. Digər tərəfdə alarm düyməsi var. Yəni məsələn 2 dəqiqə müddətinə, 1 dəqiqə müddətinə seçə bilərik ki, hər hansı bir vaxtdan sonra siqnal versin içindəki yeməyi götürmək üçün. Alarm düyməsi ilə duxovkanın siqnal verməyi onun sönməyinə gətirib çıxartmır. Sadəcə olaraq siqnal verir. Digər bir məsələn mən indi 5 saniyəyə qoydum. O siqnal verir, amma duxovka işləməyə davam edir. Bunu saxlamaq üçün yenidən alarm düyməsini basmaq lazımdır. Digər tərəfdə isə duxovkanın avtomatik sönməsi üçün vaxt seçmək mümkündür. Bu zaman artıq saat düyməsini basırıq və istədiyimiz vaxtı təyin edirik. Məsələn 30 dəqiqə seçirik. 30 dəqiqədən sonra artıq duxovka özü avtomatik olaraq sönəcək. Bu hissədəki isə açar düyməsi də düyməni basıb saxladıqda artıq elə bil ki, açarlama işə düşür. Yəni gördüyünüz ancaq bu düymələrin kilidə düşməsi üçün daha lazımlıdır. Məsələn, evdə kənar şəxslərdən və yaxud uşaqlardan qorunmaq üçün nəzərdə tutulmuşdur. Gördüyünüz bu modelə Almaniya firması olmağına baxmayaraq Türkiyədə istehsal olunur və biri zəmanət verir. It's nice to know